Sizcə ən çətin universitet hansıdır? Biri ADA-dır 100%, biri də Bakı Alinet Məktəbi olduğunu düşünürəm. Niyə? Bakı Alinet Məktəbi və ADA sırf ingilis dili tədris olduğunu düşünürəm. Biri var sadəcə ingilis dilində öyrənmək. Yox, bizim öyrəndiyimiz ingilisdən daha fərqlidir, daha çox terimlər var. Hər şeyi ingilis dilində öyrənirsən də öz fənnini. Ona görə daha çətin olduğunu düşünürəm. Amma məsəl üçün memarlıq inşaat universitetində də ingilis dilində tədris olunur da. Elədir, amma təbii ki, universitetin tələblərindən də çox şey asılıdır. Sosial tərəfləri inkişaf elətdirmək, orada yəni sərbəst işlər falan daha məncə ciddi yanaşılır. Ona görə də çətindir. Ona görə çətindir. Bir də cədvəli bilirəm ki, məsələn bir dərs saat 8-də başlayırsa, o birisi dərs müəllimin nasriniyəsindən asılı olur. Yəni saat 6-da da eləyir. Əslində Avropada da elədir. Səhər dərs olur, günorta gedirlər evə, sonra təzədən axşam təzədən gəlirlər dərsə. Çətin dərsində, çünki günün saatını ələ keçirdir də belə deyək. Məncə Avropada da çətin yəni. Məncə də. Siz hansı universitetdə oxuyursunuz? Bakı Dövlət. Rahatdır? Yəni hə, məncə rahat. Çox sağ olun. Sağ olun.